Mononatrium qlutamat 1908-ci ildə kəşf edildikdən sonra bu maddə qısa müddətdə geniş yayılmış və hazırda müxtəlif emal olunmuş qidalarda E621 kodu ilə tanınır. Bir öncəki videomuzda E621-in sağlamlıq baxımından mümkün risklərindən bəhs etmişdik. İndi isə bu maddənin ən çox istifadə olunduğu məhsullara birlikdə nəzər salaq. Hazır şorbalar və bulyonlar. Toz və kub formasında satılan hazır şorbalar və bulyonların əksəriyyətində E621 əlavə olunur ki, yeməyin dadını daha güclü və doyurucu etsin. Emal olunmuş ət məhsulları, yəni sosislər, kalbasa, konservləşdirilmiş ətlərdə iştah açan və daha zəngin dad yaratmaq məqsədi ilə E621 əlavə edilir. Cipslər və qarışıq qəlyanaltılarda ləzzəti artırmaq və davamlı yemək istəyi yaratmaq üçün E621 ilə zənginləşdirilir. Dondurulmuş və paketlənmiş hazır yeməklər dadın qorunması və ləzzətin sabit saxlanılması üçün daha çox E621-dən istifadə edilir. Soya sosu və digər Asiya mətbəx soslarında da eyni zamanda bu qida əlavəsi aktiv şəkildə istifadə edilir. Fast food məhsulları, xüsusilə qızardılmış məhsullarda və ədviyyat qarışıqlarında dad artırıcı kimi geniş şəkildə istifadə olunur. Beləliklə, mononatrium qlutamatın həddindən artıq miqdarda qəbul edilməsi sağlamlıq üçün risklər yarada bilər. Buna görə də istehlakçılar gündəlik qida seçimlərində qida etiketlərini diqqətli şəkildə oxumalıdır.